Herkese salam. Dünən nəhayət ki, mart ayının 27-sində çapdan çıxmış 7-8 kitabımızla tanış ola bildim. Vaxt edə bilməmişdim. Nəhayət mağazaya daxil olub özüm üçün kitab əldə elədim. Deməli, kitabımız görürsünüz çox qalındır. 536 səhifədən ibarətdir. Kitabımız həm Azərbaycan, həm də Rus bölməsi üçündür. 35 mövzudan ibarətdir. 10.000-ə yaxın, hətta çox olmalı səhv eləmirəmsə, lüğət tapşırıqlarında nəzər alanda 10.000-dən çox çalışma və test var. Gəlin indi baxaq görək burada nələr var. Əvvəla arxadan başlayaq. Mən niyəsə həmişə kitabları sondan vərəqləməyi sevirəm. Gəlin mündəricata baxaq. Deməli, mündəricatda nələr var? 7-ci sinifin lüğətindən başlayır, sonra lüğət tapşırıqları, daha sonra isə qrammatik qaydalar. 8-ci sinifin lüğəti, lüğət tapşırıqları və qaydalar və əlavə materiallar. Əlavə materiallar nədir? İkinci hissə, ikinci nəşr daha doğrusu 7-8 kitabında olan materiallardır. Hansı ki bunlar yeni 7-8 kitabından çıxarılıbdır. Amma faydalı qaydalar olduğuna görə mənim çıxarmağa əlim gəlmədi. Kitabın arxasında vermişəm bu qaydaları da. Çalışmaları ilə birlikdə. Gəl indi baxaq. Deməli, bu qaydalar nələrdir? Məsələn, used to make ilə olan ifadələr, like, be like, look like. Daha sonra article çox vacib mövzudur. Bu bilmirəm niyə yoxdur indiki kitablarda. Onu da saxladım. It apostrof S olan mövzular. Sonra istəyirsiniz biraz sürətli gedim. Zamanlardan keçmiş bitmiş zamanda yoxdur. Əvvəl var idi, mən onu saxlamışam. Sonra nə var? Passive voice yoxdur. Niyəsə. Bizim kitabımızda var. Preposition da qalıbdır burada. Daha sonra bu mövzuları çıxarandan sonra yerinə qoyulan mövzular var. Yeni mövzular. Gəlin baxaq onlar hansılardır. Deməli, mürəkkəb tamamlıqdır. Daha sonra biraz sürətli getməyə çalışacağım, amma kitab çox qalındır. Gerund, məstər. Daha sonra nə var burada? Haven't. Daha doğrusu don't have. Modal feillərdir. Sürətli getmək istəyirəm, amma əlim gəlmir. Quantifiers. Əsas mövzular bizə lazım olanlar. Be expression, səhifə 413. Keçmişəm artıq o səhifəni. Buradadır. Sizə deməli olduğum vacib bir şey unutdum. Deməli, kitabda qrammatika verilibdir. Eynən həmin qrammatikanın yanında ruscası da verilib. Da əlavə kitab kimi çıxarmadıq. Səhifənin bir tərəf Azərbaycanca, bir tərəf də rus dilindədir. Daha sonra 231-ci səhifədə gələcək ifadə vasitələri. 183-cü səhifədə sizlə bərabər baxıram. Mən də hələ kitabı vərəqləməmişəm. Conditionalslar. Azərbaycanca və rus dilində. Daha sonra nələr var? Gəlin bir dənə burada qaydasız feillərə baxaq. Qaydasız feilləri mən vitamin D postunda da qəşən vermişdim. Burada biraz daha dəyişmişəm. Deməli, digər kitablarda bilirsiniz də bu əlifba sırasındandır. Amma mən bunları verdim. Əvvəl 4 formada vermişdim. İndi 5 forma etmişəm. Deməli, 3 forması eyni olanlar, ikinci və üçüncü forması eyni olanlar, 3 forması da müxtəlif olanlar və yalnız ikinci forması fərqli olanlar. Bunu yenə əlavə etmişəm. Qalanları eynidir. Sonra nəyimiz var?
Çalışmaların yanında bizdə var xatırladıcı qeydlər. Gəlin görək nə deməkdir o. Baxın, bunu qaydanın içərisində onsuz da vermişəm. Çalışma eləyəndə təzən bir də çönüb qaydaya baxmaq lazım deyil. Elə həmin çalışmanın yanında xatırlatmaq üçün qaydanı yazmışam ki, əziyyət çəkib bir də əvvələ getməyəsiz. Görürsünüz. Sonra bölmənin axırında yekunlaşma var. Summary. Baxın. Qaydamızdır. Qaydanın axırında 4 cümlə ilə buradakı qaydaları yekunlaşdırmışıq. Ondan sonra nə var? Qaydaların sonunda müqayisəli qrafikimiz var. Məsələn. Deməli, birinci qaydamız, ikinci qaydamız və bu ikisinin müqayisəsi. Sonra gəlir üçüncü qayda və gəlir onların müqayisəsi. Digər qaydaya keçməmiş onların müqayisəsi və ən axırda isə bütün qaydaların müqayisəsi. Bir də əvvəlki kitabdan fərqimiz odur ki, burada artıq nəyimiz var? Lüğət tapşırıqlarımız var. Çünki uşaqlar lüğəti eltmədən lüğəti öyrənirlər və sonra da yadlarından çıxarırlar. Ona görə də bizdə var lüğət tapşırıqları. Baxın. Azərbaycan və rus dilinə tərcümə etmək lazımdır bu 80 dənə sözü. Sonra ingilisinə tərcümə etmək lazımdır Azərbaycan dilindən və rus dilindən ingilisinə tərcümə etmək lazımdır. Sonra sözləri cümlədə istifadə edərək daha asan yadda saxlaya bilərik. Və təbii ki də definitionlar olmazsa olmaz. Yenə 7 dəqiqəyə çıxdıq. Güya qısa çəkirdim videonu. Çalışmalarımız dediyim kimi 10.000-dən çoxdur. Asandan çətinə doğrudur. Məsələn, görək nə deməkdir. Çalışmaların çoxluğuna baxın. 59-60. Yəni bu o deməkdir ki, burada çətindir. Nisbətən əvvəllər isə asandır. Asandan çətinə doğru getmişik. Qrammatikamızda bilirsiniz ki, hər zamanki kimi necədir? Sadə dildə. Qısa çəkim dedim, yenə də uzun oldu. Eybi yox, canımız sağ olsun. Nə sualınız varsa komment bölməsinə qeyd eləyə bilərsiniz. Mən çox bəyəndim. İnşallah ki, siz də bəyənərsiniz. Deməli, ən çox verilən sual bu olacaq. Əvvəlki nəşrdən fərqi nədir? İndi də mən onu cavablayım. Əvvəlki nəşrdə deməli olan qaydalar burada hamısı qalıb, çalışmalar hamısı qalıb. Lakin əlavələrimiz çoxdur. Orada bir mövzuda məsələn 6-7 çalışma idisə, burada 50-60 çalışmadır. Daha sonra yeni əlavə olmuş mövzuların hamısı var və təbii ki də lüğətimiz yenidir. 2025-in lüğətidir. Bu qədər. Nə sualınız varsa qeyd eləyərsiniz. Hələlik.